Salam Müşfiq bəy, dəvətimi qəbul etdiyiniz üçün çox sağ olun. Birbaşa belə bir sualla başlamaq istəyirəm. Müstəqil çox insan indiki dövrdə müstəqilliyi tərbiyəsizlikdə, azadlığı da həddi aşmaqda görürlər. Müstəqil və azad olmaq hansı çərçivə daxilindədir? Müstəqil və azad olmaq yalnız məsuliyyət anlayışının dərki ilə gəlir. Məsuliyyətsiz azadlıq və müstəqillik yoxdur. Sən o zaman azadlıq istəyə bilərsən, müstəqillik istəyə bilərsən ki, o zaman ki, artıq başına gələnlər, gələcəklərin hamısının məsuliyyətini özün çəkirsən bu işlə bağlı. Məsələn, oğul ata evini tərk edib gedirsə, müstəqilləşirsə, o artıq bütün əziyyətləri özü qarşılaya biləcəyini gözünün altına almalı olur. Bir ölkə müstəqillik qazanırsa, bu o deməkdir ki, özünə ordu yaratmalıdır və öz müdafiə problemlərini özü həll eləməlidir. Məsəl üçün, vassal dövlət öz ağası olan dövlətdən kömək istəyə bilər hərbi sahədə. Amma müstəqillik artıq o deməkdir ki, sən öz məsuliyyətini də özün çəkirsən. Ona görə əgər müstəqillik, məsuliyyət yoxdursa, adam azadlıq istəyirsə, o xaosdur. O 3 günlükdür. O 3 günlükdür. Məsələn, tarixi planda baxsaq, xalq inqilab eləyir, azadlıq hissini yaşayır. 3 gün sevinirlər küçələrdə, 4-cü gün baxırlar ki, iqtisadiyyat olmalıdır, çörək zavodları işləməlidir, nə bilim, mağazalar işləməlidir. Bütün bunlar isə bank sisteminin işləməyini tələb edir, başqa məsuliyyətlərə girmək lazımdır və başa düşürlər ki, azadlıq elə-belə yalnız euforiya deyildir. Siz, məsələn, daha çox görərsiniz, daha çox bilirsiniz. O dövrdə, məsələn, mən uşaq idim, biz müstəqilliyə bərpa olunanda mənim cəmi 9 yaşım var idi, 91-ci ildə. Yəni, az da olsa, məsələn, Sovet dərbiyini görə, oktyabrat olmuşuq da, belə deyək. Sonra müstəqil olandan sonra çörək növbəsidir, nə bilim, ərzaq çatışmamazlığıdır, biraz orada özbaşınalıqlar var idi. Biraz o dövr keçəndən sonra 90-cı illərin sonlarında, artıq tələb olan vaxtları, artıq biz düşüncəmiz, yanaşmamız yenə də qalmışdı kökdə. Biz tarixin Azərbaycan milləti həmişə özünə hörmət edən, qonaqpərvər, ağıllı və mədəni millət olmuş. Amma son, məsələn, 15-20 illə xüsusən, bəlkə də 20 illə biraz çox xüsusən, gördük ki, artıq o deyil. Biz, məsələn, görürük, adi, məsələn, sosial şəbəkələri gedirik. Kiməsə iradə bildirmək normal bir şeydir. Razılaşmaq, mənim sizin fikrinlə, sizin mənim fikrimlə razılaşmamaq normal bir şeydir. Amma mən bunu söyüşlə eləyirəm. Nə vaxta kimi belə yalanlayacaq? Bunun necə aradan, biz bu olmamışıq, biz belə olmamışıq, belə etməmişik də həmçinin. İndi o sosial şəbəkələr özü bir ayrıca məsələdir. Bilirsiniz, internet yarananda tamamən hər hansı məsuliyyətdən azad bir zona kimi yaradıldı və məsələn 90-cı illərdə tamam azad idi. Girib kimi istəyirsən söyüb çıxa bilmək azadlığı kimi başa düşürdülər insanlar interneti. Amma zamanla dünya bu internetli həyata alışdıqca o zaman hüquqi məsuliyyət məsələsini qaldırmağa başladılar. Bir sıra indi ölkələr var ki, məsələn Çində, başqalarında ID ilə girirsən, yəni şəxsiyyət vəsiqəsi ilə qeydiyyat olursan sosial şəbəkələrdə, onda hər kəs bilir ki, sən kimsən. Bu sözü sən deyirsən, sözü deyirsənsə arxasında da duracaqsın. Çünki o sözdə yaxşı kontent də ola bilər, orada cinayət tərkibli hədələr də ola bilər və bütün bunlara qatlaşmalısan. Amma hələ də tam buna nail ola bilməmişik. Yəni, çünki qlobal şəbəkədir, bir çox yerlər, başqa yerdə, ölkədə yerləşir, serverlər falan. Ona görə də, amma hər halda elə bilirəm ki, yavaş-yavaş bunu nizamlamağa çalışacaqlar. Bu, qətiyyən azadlığın əlindən alınmağı deyil, düşünürəm ki.
bu məsuliyyətdir. Məsələn, mənə çox adamlar belə tənqidi yazanda, həmən girirəm səhifəsinə, görürəm ki, səhifəsində heç nə yoxdur. Deyirəm ki, bax sən bu qədər ağıllısan da, bilirsən ki, filosof nəyi deməlidir, nəyi deməli deyil də. Özün niyə kontent hazırlayıb çıxarmırsan ki, ortalığa? Niyə Azərbaycan xalqını öz müdrikliyindən məhrum edirsən? Baxırsan ki, adamın profili də feykdir, ad da feykdir. Feyk olanda məsuliyyətsizcəsinə danışmaq çox rahatdır. Amma kim ki məsələn girirsən ki, bax öz şəkli ilə qoyubdu, öz adı ilə, soyadı ilə orada təmsil olunur, ailə fotoları var adamın. Adam özünü daha ağır aparır, daha məsuliyyətli aparır. Bu öz şəxsiyyətinin adına qurur axı hər şeyi. Amma bir anonim olanda nə istəyirsən deyə bilərsən. Mən də onlara deyirəm ki, anonim profil arxasından sən iş də görənməzsən. Lap düşünərsən ki, xeyir iş görürəm, anonim görürəm də. Əgər sənin işin sözlə bağlıdırsa, sözün üstünə şəxsiyyəti də qoymalısan. Çünki sənin sözünü qüdrətə mindirən həm də şəxsiyyətindir. Adamlar bilməlidir ki, bunu deyən kimdir. Hər kəsin ağzında doğru sözlər çox fərqli səslənir. Doğru söz öz-özünə iş görmür. O, doğru adamın ağzında iş görə bilir ancaq. Ona görə də buyur şəxsiyyəti də qoy sözün yanına. Onda gör sənin sözlərin iş görürmü? Belə. Amma məsələn, mən özüm ilk olaraq kollec təhsil almışam, sonra ali təhsil almışam. Düz ixtisasla riyaziyyatçıyam, riyaziyyat müəllimiyəm, belə deyək. Amma mən bir neçə dövlət sahəsində işlədim. Sonra gördüm mənim görə deyil. Çünki mən uşaqlıqda rəsmlə maraqlanmışam deyə, biraz rəsmə daha çox meylim olub deyə. Artıq 18 ildir, 18-ci ildir ki, mən artıq interyer dizayner olaraq çalışıram. Yəni mən bu öz YouTube kanalımı açmaqda məqsədim də o idi. Sırf memarlıq və dizayn sahəsinə görə idi. Sonra dedim, yox, memarlıq və dizayn sahəsi müəyyən çərçivə ilə limitlənir. Mən bunu başlanğıc olaraq bunu götürüm və biraz böyüdək. Məsələn, mənim sahəm fəlsəfəni sevir, fəlsəfə ilə yanaşmağı sevir, psixoloji məsələn amillər daha çoxdur. Məsələn, biz müştərilərlə ünsiyyətdə oluruq deyə tez-tez. Hər insan eyni düşüncədə deyil və hər insanın istədiyi eyni deyil deyə biraz fərqli və geniş aspektdən baxmalıyıq. Amma bu mövzuya toxunacaq, amma sözüm əsas mən toxunmaq istədiyim başqa bir mövzu var. Hələ ki, sosial şəbəkədən getmək istəyirəm. Məsələn, bir nəfər bizdə belə deyilir, 70 illik Sovet dönəmində bizi biraz qısıtlayıblar, bizi biraz ateizm, babalarımızı, atalarımızı ateizmlə, biraz Allahsızlığa daha çox aparmaq istəyiblər. Hansısa nisbətən alınsa da, amma tam olaraq bunun qabağını kəsməyiblər. Bizdə belə bir şey var. Cahil sözü var, avam sözü. Cahil mən özüm də müəyyən mövzuda cahiləm. Məsələn, cahil xəbərsiz olmaq deməkdir mövzudan. Məsələn, dini aspektdən baxanda mən də dində cahiləm və ya tibb elmdə, fizikada cahil olsam da, amma özümə görə məsələn anlayışımı bildiyim tərəflər var. Qarşı tərəfin inancı mənim üçün özü bilər. Yəni etiqadı nədir? İstəsə inkar edə bilər, istəsə xristian və ya yəhudi ola bilər. Amma hər bir insan cahil avam olmağından nə bilim hansı daha təhlükəlidir? Cahil olmaqmı, avam olmaqmı, yoxsa cahil avam olmaq daha təhlükəlidir? Çünki üzr istəyirəm, ikinci dəndə daha davam edeyim. Çünki biz hansı bir səhifədə olanda ateist müsəlmanı söyür, müsəlman bilir ki, bunu etmək olmaz. O da biraz cahilliyindən ateisti söyür və aləm dəyir bir-birinə. Çünki bizdə ateist dinimizdə deyir ki, buyurur, yəni onun tanrısını, onun ilahlarını söyməyin ki, onlar da sizin Allahınızı söyməsinlər deyə. Əxlaq mütləq şəkildə qorunmalıdır. Yəni istər fərdi şəkildə əxlaqın. Çünki bizdə iki cür əxlaq var. Biri fitri, Allahın verdiyi əxlaqdır, canımızda olan. Bir də var dini əxlaq. Bu ikisi də bir-birini tamamlamalı. Dini əxlaq, şəxsi əxlaqım olmasa, mənim dini əxlaqım olmayacaq. Bu, ona görə də bu təhlükəli olan hansı daha təhlükəli? Üçü də zaten təhlükəlidir. Amma cahil insan hardasa vicdanlı və ədalətlidirsə, ağıllıdırsa, araşdırıb tapacaq nəyin doğru, nəyin yanlış olduğunu. Amma cahil avam və ya cahil avam
Bunlarda vicdan deyilən bir şey olmur. Ədalət deyilən bir şey olmur. Cahillik də, avamlıq da o qədər təhlükəli deyil. Bunlar təhlükəli olur təkəbbürlə birləşəndə. Əslində, yəni bu az bilmək və ya heç bilməməkdə təhlükəli bir şey görmürəm. Bu bizim halımızdır. Məsələn, körpə uşaq həm cahildir, həm avamdır. Allah xatirinə təhlükə mənbəyidir bir körpə uşaq. Yox, anasını istəyir də. Təbiidir. Hər kəs uşaq portreti ilə öz divarlarını bəzəmək istəyir, nə bilim, məsasını bəzəyir. Çünki xoş enerji gəlir o cahil, avam uşaqdan. Çünki təbiidir. Təbiidir və hələ təkəbbürlə çirklənməyibdir o. Bu təkəbbürlə birləşəndə zəhərə dönür, təhlükəyə dönür. Ona görə bir şey bildiyini sayan cahil, əgər belə qəlbi də təkəbbürlüdürsə, o kinə gəlib çıxacaq, o aqressiyaya gəlib çıxacaq. Ona görə şərqdə müdriklər deyirlər ki, birinci mənəviyyatı təmizlə. Mənəviyyatı geniş, pak, təmiz eləmək lazımdır ki, sən həqiqət axtarışlarında baş və bəla açmayasan. İnsanlara da yük olmayasan. Allah da yalnız mənən təmiz və yaxşı olan insanları doğru və böyük həqiqətlərə yönəldir. Həqiqətə yönəlməyin canı əxlaqdır, gözəl əxlaqdır. Ona görə uzaq şərqdə də, belə yaxın şərqdə də ta qədimdən min illərdir elm öyrənməyə gələn tələbəyə müəllimlər su daşıtdırırdılar. Odun doğratdırırdılar. 1 il, 2 il həvəsdən düşəcəkmi? Nökərlik etdirirdilər. Başa düşürsünüz? O hamısı onun üçündür ki, bunda ego nə qədərdir? Egolu adam xidmət eləyə bilmir. Egolu adam onun şəxsiyyətinə yaraşdırmır. Ego ilə girirlər elm öyrənməyə, öyrət mənə bunları, çıxım gedim. Egolu adam içdiyi qaba tüpürən düzür istəyirəm. Quyuya, su quyusuna. Egolu elə bir adamdır. Ona görə egolu adamın qəlbi zəhərlənibdir. Ona elm öyrətməzdilər şərqdə heç bir ustad. Çünki onun elmi ancaq dünyada fitnə fəsad yaymağa səbəb olacaqdır. O nə edəcəksə elmlə problem çıxaracaqdır. Və elmin də daha yüksək zirvəsinə onsuz da çıxmayacaqdır. Belə qalacaq bir orta bir vəziyyətdə. Ona görə adamı məncə təkəbbürdən, xudbinlikdən sığortalamaq lazım. Dar qəlblikdən, xəsislikdən. Ona görə adamlara xeyir əməllərə yönəldirdilər tələbələrini. Ustadlar ki, xeyir əməl elədikcə sənin qəlbin öz təbii funksiyasına qayıdır. Səxavətli olduqca sənin qəlbin, idrakın simiclikdən qurtarır. Təkəbbürlü adam simic təfəkkürünün daşıyıcısıdır. O deyir ki, məndən başqa heç bir ağıllı olmaz. O kimdir belə yekə-yekə danışır orada? Mənim xəbərim yoxdur. Girin bir söyüş yazım altına. Girin bir ona bir ağlı öyrədim. O hamısı onun qəlbinin simicliyindəndir, xudbinliyindəndir. O düşünmür ki, göy altında başqa oğullar, qızlar da var. Onlar da bir şey öyrənə bilərlər, bir şey bilə bilərlər. Onun əlacı olsa, göy üzünü də çətirlə bağlayar ki, günəş şüaları ancaq mənim üzərimə düşsün, sizə düşməsin. Ona cavabı, ona bu təkəbbürlünün egoist olmasına elə bir insan, belə deyək, ağılına elə bir zərbə vurmalıdır ki, onu vuran insanın özünün əxlaqı gözəl olmalıdır və səbri də yüksək olmalıdır. Bu, bəzi insanlar var, hansı təkəbbürlü insandır, o qədər belə düşüncəsini, ağlını o təkəbbür örtür ki, o egoist olduğunu dərk eləmir. Çoxu belədir. Ona biz necə bildirə bilərik? Məsələn, bu yaxınlarda mənim bir podkast qonağımız psixoloq idi. Onun məsələn ailəsini paylaşmışdım TikTokda. O da saqqallı idi, uzun saqqal, mən də saqqallı. O da bir şərh yazmışdı bu yaxınlar ki, keçilər dərs keçir. Belə bir şey. Mən sadəcə cavab yazmadım, blok elədim.
Yəni üstündən keçdim. Çünki mənə elə mənasız və məntiqsiz Ən şeylərə yaxşısı vaxt bu eləmək. öldürməli. Yəni zaten onun sonuna cavab versən uzanacaqdır. Ağızdaşma gedir, heç nə də anlamır. Yorğunluqdan və əsəbdən başqa bir şey olmur. Amma bəzi insanlar var ki, məsələn, cəmiyyətdə vəzifə sahibidir, hardasa söz sahibidir. Nəyə görə hardasa deyirəm? Çünki onu özü elə hesab edir. Və yanında olan insanlar da yaltaqdan başqa bir şey deyil. Yəni o onu dərk edir ki, mən söz sahibiyəm. Elə başa düşür. Mümkün olduğu qədər təkəbbürlü adam görəndə üzümü çevirirəm. O ilə görüşməməyə çalışıram. O olan məclislərə getməməyə çalışıram. Açıq bir şey demirəm. Çünki o elə bir yaralı durumdadır ki, onun direkt təkəbbürü haqqında ona danışsan, onun qanı daha da qaralacaq. Sən ona ziyan eləmiş olursan. Belə astaca çalışıram, hiss eləsin ki, mən də onunla az görüşməyə can atmıram. O da bunu düşünürsə. Yox, o səndən vəzifəcə böyükdür, bir yerdə işləyirsənsə, çalış orada işləmə. Çıx, orada işləmə. Mümkündürsə. Mümkün deyilsə, o səni oradan qovana qədər işlə. Amma yenə də onun təkəbbürünün böyüməsi üçün onun dəyirmanına su tökməklə, müstəqilliyini qoruyla. Amma nə qədər də qorusu şeyləsən, yan qaçmağa çalışsan konfliktlərdən, o adam özü ehtimal ki, gəlib səninlə konflikt yaradacaq, mütləqdir. Onda da sakitcə ərzəvi yazıb çıxarsan, deyərsən Allahım, mən ki, bura qədərdir, mənə başqa qapı aç ki, mənim taktikam budur. Mən elə bu səbəbdən bir ay bundan qabaq işimdən uzaqlaşdım. Bu səbəblə. Düzdür, orada təkəbbür də var, təkəbbürdən əlavə. Düzdür, təkəbbür özəyi idi. Amma yəni müəyyən şeylərə görə uzaqlaşdım. Siz nəyə görə? Çünki biz Quranı oxusaq, oxuyanda da görürük ki, məsələn, Allah Musa əleyhissalamı və qardaşı Harun əleyhissalamı Firavun üzərinə göndərəndə deyir, onunla gözəl rəftar edin, danışın. Təkəbbürlü adamla kobud davranmaq heç bir effekti yoxdur. O ilə sakit, məhəbbətli, amma eyni zamanda yaltaqlıq tonu ilə yox, çünki sən ona zərər verirsən. Acı danışmağın da xeyri yoxdur, dirənir. Ona görə belə yüngülcə bir nəzakətli ignor halına keçirsən, o bunu hiss eləyir. Hiss eləyir, imkanı var ki, anlasın səni. İmkan yaradırsan ona ki, başa düşsün, münasibətin dəyişsin. Yox, olmursa, daha da hirslənirsə sənə buna görə ki, sən onu yaralamamağa çalışırsan əslində, amma daha da acığa düşürsə, o zaman uzaqlaşmaq lazımdır. Nəyin bahasına olursa olsun. O önəmli bir seçimdir. Yəni, Konfutsi deyirdi ki, insani olmayan yerdə qalıb yaşamayın. Quran da deyir ki, Allahın dünyası darmıdır ki, hicrət eləmirsiniz. Gedin, insaniliyin olduğu yerləri axtarın, orada işləyin, orada çalışın. Amma insansız bir mühitdə qalıb işləyirsənsə, sən hər halda təsdiq edirsən ki, bu cür yaşamaq olar, onları da azdırırsan, özündə zamanın gedir, sən xidmət edib, savab işlər görə biləcəyin halda sənin ömrün elə axmaq şeylərə sərf olunur. Ona görə qaçıb getmək, çıxmaq oradan daha doğrudur bu mənada və qalıb islah eləyəcəksənsə də çox böyük ustalıq lazımdır. Çox böyük mərifət sahibi olasan gərək. İndi insan öz mərifətinin də sərhədlərini bilərək ona görə qərar qəbul etməlidir. Mən məsəl üçün böyük mərifətə, səbrə sahib olmayan və ya böyük geniş qəlbə sahib olmayan adama deyim ki, məsəl üçün qal, orada səbr elə, ona belə təsir elə. O arxasında o qoşun yoxdur deyə o əməliyyata başlaya bilməz o. İnsanın gərək ordusu olsun arxasında, səbr adında ordusu olsun. Sonra insansevərlik adında ordusu olsun. Belə bir ordu yoxdursa arxanda, yaxşı olar ki, tərk eləyəsən oranı. Mənim bir yaxın dostum var. 44 günlük müharibədə könüllü iştirak edib. O 26 ildir artıq ibadət edir. Yəni 99-cu ilin sonunda.
Və deyir mən müharibəyə gedənə qədər artıq 20 ildir ibadət edirdim və İslamda olan hökmləri, bir çox şeyləri, məsələn, mən orada dərk elədim. Məsələn, ikinci, daha doğrusu üçüncü xəlifə Osman ibn Affan, Allah ondan razı olsun, ona sual verirlər ki, Quran-Kərimi niyə 10 ilə əzbərlədi? Çünki Quran-Kərim ərəb dilindədir, ərəblər üçün onu əzbərləmək heç çətin bir şey deyildi. Çünki onlar qəzəl, məsələn, onlar 15 min, 20 min beytlik qəzəli əzbər bilən adamlar olurlar. Qəzəlin də vətəni oradır. Quranı da əzbərləmək onlar üçün çətin deyildi. O qayıtdı belə bir gözəl söz dedi. Dedi, mən deyir ayələri 10 əzbərləyib həyatımı tətbiq edirdim və ondan sonra keçirdim o bir ayələrə. Yəni yaşayırdılar. Məsələn, o oğlan da deyir ki, dostum deyir ki, mən deyir onu yaşamağa orada başladım. Çünki insan ölümlə üzbəüz qalır. Hər saniyənin mikrosaniyəsi ölümdür deyə, çətinlikdir deyə deyir. Mən onda başladım hədisləri, ayələrin mahiyyətini sümüyünə kimi deyir, dərk eləməyə. Ondan sonra deyir, mən bildim ki, mən dinimi müharibədən sonra yaşadım. Baxmayaq ki, 20 ildir ibadət edirdim. Həqiqət ölümlə görüşdən sonra çiçəklənir. Yəni, ölümə qədər həqiqətin nə olduğunu heç kim bilmir. Yalnız ölümün dərki məqamında ölümə qarşı qoya biləcək bir şeyin həqiqət olduğunu anlaya bilirsən və o zaman sənin həqiqətçiliyin, gerçək həqiqətçiliyin başlayır. Hamı da belə olub, heç bir filosof da fərqli deyil. Siz Ərdən mənə əvvəllər biraz düz insan həyat təcrübə getdiyi zamanla şərt təbii ki, insan özünü paralel olaraq islah da eləməlidir qəlbini. Çünki qəlb təmizlənməzsə insanın beyni də elə qara qalar. Zamanla məsələn bəzən hərdən istənilən mövzuda mübahisə düşəndə əsəbləşərdim, özümdən çıxardım. Sonralar artıq gördüm artıq əsəbləşmənin heç bir mahiyyəti yoxdur. Özümdən ziyandan başqa heç nə vermirəm. Bir ateistlə söhbət edəndə bir məclisdə mən adətən elə şeyləri, din söhbətini adətən öz daxili yaxınlarımdan başlayıram, nəsihət edərək başlayıram. Çünki insan özü ibrət sahibi olmasa, onun dəvətinin heç bir əhəmiyyəti mən bildiyim qədər olmayacaq. Çünki insan özü yaşamalıdır, əxlaqlı olmalıdır. Bu əxlaq çərçivəsində öyrənib sonra tətbiq etməlidir ki, bu təsir mexanizmi güclü olsun. Məsələn, səbirli və əxlaqlı olmalıdır. Bir məclisdən bir ateist, yəni deyirəm, bir insanın deist, ateist və ya xristian, budist olmağını mən heç vaxt ona dil uzatmam. Özü bilər, seçim özüdür. Qayıtdı, artıq onun baxışından mən artıq bilirdim ki, bu belə deyil, Lord desə, ilişməyə başlayır. Deyir ki, sizin dininiz vəhşi bir dindir. O deyir ki, onları deyir, kafirləri da görsəniz öldürün. Dedim, sizin o ayənin əvvəlini və sonrasını oxumusanmı? Bu, deyəm, cihadda, döyüşdə olan bir şeydir və sən deyirəm, o ayəni götürdün sonra ortadadır. Sən deyirəm, birinci əlbərqələrə bax. Deyirəm, onlarla döyüşdüyünüz halda deyir, onlar başlamasa sizi başlamayın. Ancaq onlar döyüşü qutarıb qaçsalar, onları azad buraxın. Deyirəm, belə mərhəmətli dini ayələri qoyub sən deyirəm, başqa yöndən insanları azdırırsan. Hədislərdə baxsanız, Peyğəmbər s.ə.v əsrlərə deyir, yediyinizdən çizdirin, içdiyinizdən çizdirin. Öyle Quranda ayəsi var. Bəli, və deyirəm, hətta cihad vaxtı, döyüş vaxtı deyir, ağızları kəsmək olmaz, heyvanları öldürmək olmaz, yaşlıları belə, insanları oradan çəkmək lazımdır. Deyirəm, sənin məntiqi və istəyin intriqa yaratmaq, fitnə fəsad yaratmaqdır. Və mən oranı durdum, tərk elədim. Baxmayaq ki, yaxın bir insanın ad günü mərasimidir. Ad gün deməzdim, belə yəni sadəcə ad gün bəhanəsi ilə dostlar yığışmışdı. Mən yəni sağollaşsın dedim, üzr üstə mən qala bilməyəcəm, durub deyəcəm. Belə bir insandan istər qohum olsun, istər iş yoldaşı olsun, istər qonşu olsun, ona cavab verəcək qüdrətdə də, gücdə də olsa insan cavabını verib getməlidir, yoxsa ümumiyyətlə mübahisəyə başlamamalıdır. İndi burada bir şey var da, sizdə məsəl üçün saqqalınız var. Onu görən kimi qıcıqlanıb başlayıb danışmağa. Bir atribut var da, dini atribut kimi siz onu daşıyırsınız. O da həmən köklənib. Mən məsələn saqqalım da yoxdur. Ona görə mən müasirlərdən çox seçilmirəm. Xüsusi yamda məsəl üçün yeyərlər, içərlər, heç bir fikir vermərəm.
məni narahat eləməz bu. Ona görə də üstümə o mənada hücum çəkmirlər ateistlər ki, nəsə mənə sübut eləsinlər falan. Bir də bir şey eləyəndə deyirəm düz deyirsən. Düz deyirsən. Ateizm bir reaksiya kimi yaranıb. Ateizm biz şərqi çiçəklənən bir məmləkət eləyə bilsəydik, doğruluq, ədalətin çiçəkləndiyi bir məmləkət eləsəydik, müsəlman ölkələri və ya məsələn Hindistanda onlarda din var. Onlar bizim dinə daha sayğılı yanaşardılar. Təəssüf ki, biz dinimizi ibadətə bağladıq, biz həyata keçirə bilmədik bunu. İndi ateistlər azdılar həmişə normalda düşünmürəm ki, bir 10% falan keçərlər. Amma onların hirsi də ondan gəlir ki, siz nə deyirsiniz axı? Siz nə həyat qurmusunuz ki, bizi hara çağırırsınız? Onlar uzun əsrlərin dindarlığına, yalançı dindarlığına reaksiya olaraq yarandılar. Ateizm inkardan yaranır. Teizm var ki, onun inkarı var. Onların özlərinin tezisi yoxdur. Onlar bizim tezisin inkarı üzərindən çıxış edirlər. Və mən onları başa düşürəm ki, belə bir üsyankar bir dövrdə yaranıblar. Mən özüm də ateist olmuşam 40 yaşıma qədər hardasa da. İndi düzdür, tam ateist deyildim, amma Allahı da təqib eləmirdim, öyrənmirdim. Ona görə mən onların dindən soyumuş adamları anlayıram. Heç bir şey də demək fikrində deyiləm onlara. Əgər özləri məndən bir şey soruşmasalar, ümumiyyətlə məclisdə falan, qohum məclisində gəlib məni görsəz, görərsiniz ki, ən az danışan adam mənəm. Heç vaxt heç kimə ağlı öyrətmirəm. Qoyun qohumlar, yaxın dostlar sizin əməllərinizi görsünlər. Əməllərinizdəki dini görsünlər. Sözünüzün üstündə durursunuzmu, xeyirxahsızmı, səxavətlisizmi? Sizin dininizin bu tərəfini görsünlər. Təbliğat tərəfini görməsinlər. Adamlar sevmirlər leksiya söyləyənləri. Amma yad adamlar, mənim məsələn tələbələrim falan, onlar mənə sual verə bilirlər. Və mən görürəm ki, sual onun üçün maraqlıdır. Onda başlayıram danışmağa. Hiss eləyəndə ki, bu adam gerçəkdən ürəyindən verir bu sualı. Amma hətta intellektual sual verəndə belə cavab vermirəm. Tələbələrimdən olanda da. Məsələn, görürəm ki, belə informasiya xatirinə informasiya verir. Deyirəm, vaxtımız yoxdur, dərsimizi davam edək. Çünki doğru sual verməyə öyrətmək istəyirəm onlara. Sual buradan yox, buradan çıxmalıdır. Ağıldan yox, ürəkdən çıxmalıdır. Sənin üçün ölüm ya qalım səbəbi olmalıdır o sual. Həqiqətən səni o maraqlandırırmı? Yalnız belə adam sualına cavab tapacaq. Yanında adam da tapmasa, daşlar danışar cavab verər ona. Sular danışar, dağlar, dərələr danışar, ağaclar danışar, onun cavabını verər. Elə bir sualı yaranmalıdır adamın. Adamlar çox səthi oldular. Yaxın adamlar isə belə götürəndə qohum qardaş, onlar heç vaxt bir-birinə, yaxınlarına intellektual suallar falan vermirlər. Onlar bizi əməllərimizdən oxuyurlar, elmimiz varsa. Məsələn, mən öz evladlarımla ildə bir dəfə ya 2 dəfə ola ya olmaya bir 10 dəqiqə, 15 dəqiqə söz deyəm. Qalan hallarda belə məişət falan, o mənim davranışımda, qohumlarımla, nə bilim, dostlarımla, davranışımdakı İslamı oxuyur. O məndən mühazirə dinləmir. Sevmirlər belə şeyi. Yaxın adamlar. Ona görə məclislərdə falan heç vaxt heç nə danışmaram. Elə oturaram sakitcə. Onlar deyərlər, gülərlər, mən də deyərəm, gülərəm. Buna nədən belə rahat oldum? Əziyyət çəkirdim, bunu düşünürdüm. Niyə belədir də? Yaxın adamlar adama qulaq asmırlar heç. Konfutsiyaya rast gəldim. Konfutsi da deyir ki, o deyir qohumlar arasında oturanda kənddə yalnız gülümsəyərmiş.
heç nə danışmazmış. Zəmanəsindən böyük müəllimi. Dedim, doğrusunu bu eləyirmiş. Cəmaatı bezdirmək lazım deyil. İndi bir nəfər bir dinə gəlir bütün qohumlarını bezdirir, hamıya ağlı öyrədir. Bu halaldır, bu haramdır. Dili də öyrəşibdir. Bu belədir, atasını öyrədir, anasını öyrədir. Lazım deyil sənin bu cür leksiya söyləmən. Anava çay süz gətirginən. O sənin qəlbindəki İslamı görsün. Soruşsa, deyərsən. Soruşmasa, danışmayın adamlarla. Beziblər cəmaat. Mən 2021-in 8 yanvarında atamın dünyasını dəyişən, atamı itirəndən sonra, Allah razı rəhmət eləsin, mən 40 yaşıma tamam olmamışdı. 40 yaşın içində idim. Belə bir məsəl var, deyir, insan deyir, atasını itirəndən sonra böyüyər. Bəli. Mən məsələn, bu keçən il sentyabrın 29-una qədər mən ailəmdən, doğmalarımdan çox insan dünyasını dəyişdi, yaxın ailə doğmalarına. Nə qədər iki düz təsir eləsə də, mən görürəm ki, hələ ilişib qalmışam da, böyüməmişəm hələ. Yəni, o qədər mənim üçün ani oldu. Yəni, atamı ani oldu deyəndə, yəni, atam dünyasını dəyişmə xəbərini eşidəndə mən sadəcə ona dedim ki, Allaha həmd olsun da, yəni, hər bir halda Allaha həmd olsun, çünki biz Allahdan gəldik, Allaha qayıdacağıq. Amma yəni, ondan sonra mütəmadi olaraq gedirəm atamın qəbrinin yanında, orada özümün oturub söhbət edirəm. Sanki mən, çünki atamla mən bir başqa olmuşam. Yəni, düzdür, səhrə düz yerində olub. Ata-oğul münasibətində o çərçivəni heç vaxt keçməmişəm, amma o mənə heç vaxt nəyisə qadağan etməyib, bunu belə elə, bunu belə etmə deməyib. Özü eləyib. Yəni, necə yaşayıbsa, yəni əməlləri ilə göstərdi. Bu da mənim üçün, çünki mənim üçün fəxirdir ki, həmişə kimləsə rastlaşanda atamı tanıyan adam deyildi ki, Allah sana atana rəhmət eləsin. Və mənim üçün xoşdur ki, atama görə mənə hörmət edirlər. Yəni, o, çünki gözəl bir şeydir. Amma indiki dönəmdə mən məsələlərdən görürəm, istənilən yaş olsun, istər körpəsi olsun, orta yaşda olsun, yaşlı olsun, o qədər adam belə ağılsızcasına hərəkətlər eləyir ki, belə öz-özümə qalıram. Hərdən deyirəm, Allah həmd olsun ki, həqiqətən yaxşıdır, belə ağıl yaşından deyil. Ona görə də bu kontekstdən düşünərək deyirəm ki, bəzi insanların timsalında biz nə vaxt adam olacağıq? Nə vaxt necə? Nə vaxt adam olacağıq? Nə vaxt adam olacaq? Adam balası olacaq da. Adəm oğludur Quran-Kərimdə deyir, amma bizdə adam balası deyirik də. Onu doğru vurğuladınız. Məndə də hardasa 40 yaşından sonra düşüncələr dərinləşməyə başladı. Savadım var idi. Fəlsəfə doktoru idim o vaxt. Amma atam rəhmətə gedəndən sonra Allah rəhmət eləsin. Allah ölənlərə bizə rəhmət eləsin. Elə bir aşama keçdim. Anam rəhmətə gedəndə daha bir aşama keçdim. Allah hər ikisinə rəhmət eləsin. Onlar nətər bizə uşaqlıqda yaşamağı öyrədirdilər. Yaşlı vaxtımızda da bizə ölməyi öyrədirlər. Və ölümdən işıq gəlir adama. İnsan ölümə yaxınlaşmayınca insanlığa yaxın olmur. Ona görə qədimdə deyirdilər ki, ölmədən əvvəl öl. Çox önəmli bir şeydir. Sənin beynin hep bu dünyanın planı ilə bağlıdırsa ki, burada neyniyim, burada neyniyə bilərəm. Yəni, hansısa ləzzətləri daha çox ala bilərəm, ağıl buna gedir. Və ya mal mülk, oğul uşaq, bu öyünmə şeyləri ilə olur da, beyin burayla işləyirsə. Amma ölümlə də ancaq səni yaxın adamın tanış eləyə bilər. Atan, anan. O birilərə biz biganəyik, təəssüf ki. Eşidirik ki, qonşular rəhmətə getdi, nə bilim, filan qohum rəhmətə getdi. Biz elə axmaqca düşünürük ki, elə həmişə o bu rəhmətə gedəcək, mənə bunun aidiyyəti yoxdur. Çatmır bizə bu. Ki, səndən ötürü kainat istisna eləməyəcək. Sən də qocalacaqsan, hələ bəxtin gətirsə qocalacaqsan və mütləq öləcəksən. Hər nəfs mütləq ölümü dadacaqdır. Bu, önəmli bir aşama valideynlərin rəhmətə getməsi ilə adama çatır.
Ha. Ondan sonra beyin başqa cür işləyir, ürək başqa cür işləyir. Ha. Ondan sonra həyata biraz başqa cür. O çox önəmli bir rakursdur. Çox önəmli bir rakursdur və mən məsəl üçün 1-ci Qarabağ müharibəsi başlayanda tələbə idim və gedib gələn əsgərlər olurdu döyüş bölgəsindən. Onlar orada ölümü görmüşdülər. Biz də Sovet hökumətində yaşayanda müharibə zad da yox idi də, əsgərlikdə də gedirdik. Adamların üzündə ölüm mesajı yox idi. Ha. Və ölümü dəfələrlə görmüş əsgərləri görürdüm doğma şəhərimizdə. Onların üzlərinə baxırdım, mən də kitab oxuyan olmuşam. Birdən anladım ki, bunların üzü daha möhtəşəm bir kitabədir. Bunlar ölümü görüblər. İnsan üzü çox həssasdır. Nəyi görsə o dəqiqə yansıdır, əks etdirir özündə. Və inarsız gedirdim, yerimi salanda elə salırdım, əgər oturmursa, üzbəüz oturum, onun üzünə baxım asta-asta. Və ya məsələn yol gedirdiksə, o gəlib bərabərlərinə çatıb üzlərinə baxmağa çalışırdım. Bir spesifik bir bilgi var idi orada. Sonra onlar məsəl üçün qaldılar, zaman keçdi, o itirdi üzdən. O saxlaya bilmirdilər onlar da onu. Çətindir o şeyi saxlamaq. Mənsə onu təqib eləməyə çalışdım. Orada nə hikmət vardı elə. Ömrü boyu onu təqib elədim. Ölümdə çox böyük bir hikmət var. Ölüm insanın bütün əhəmiyyətsizlikdən təmizləyir. Ən əhəmiyyətli dəyərləri üzə çıxarır. Bəzən deyirlər ki, nətər sizin Allahınız icazə verir bu müharibələrdə çocuqlar ölürlər falan, beşməkan. Müharibələr dəyərləri təzələmək üçündür. Müharibələr olmasa dəyərlər dəyərdən çıxır. Müharibə təzədən restart edir insanı elə bil ki, insanlığı. Gerçəkdən bilirlər ki, həqiqi dəyərlər nədir? Bəlkə məsəl üçün sülh zamanında bir-biri ilə didişən qohumlar müharibə vaxtı kənddən qaçıb xilas olurlarsa, kim bir-birini tapıbsa duz kimi yalayır. Nə yaxşı səni gördüm. Başa düşür ki, doğmalıq daha böyük dəyər imiş. Başa düşürsünüz? Və o ona böyük bir sevinc mənbəyi olur. İndi məsələn gənclərin çoxusu depressiyaya düşüb. Deyirəm, nə depressiyaya düşürəm? Atan yanında, anan yanında, qardaşın yanında, bacın yanında. Bunlar sənin üçün sevinc mənbəyi deyil. Yox, üzü askıdadır. Depressiyadadır. Amma bir müharibə düşsün, bombalar düşsün evlərinə, ayrılsınlar, ailə üzvlərinin yarısını itirsin, birini tapanda sevinir. Hətta betonların içində sağ qalan köpəyini tapanda sevinir. Ki, doğmamı tapmışam. Qəribə duyğulardır. Bilirsiniz, həyat özü sevinc mənbəyinə dönür. Həyat özü, varlıq özü sevinc mənbəyi olmalıdır. İnsan təəssüf ki, qudurur və bunun nə olduğunu anlamır. Məsələn, bir stəkan suyun nə qədər nemət olduğunu anlamır. Susuzluq gəlir. Kasıblıq gəlir, ondan sonra bilir ki, bu neymiş? Bir qab yeməyin nə boyda səadət olduğunu anlamır. Depressiyaya düşür. Sənin yeməyin var, sən niyə depressiyaya düşəsən ki? Çünki o şeylərdən həzz ala bilmir. Adamı kasıblıq, səfalət, müharibələr təzədən qaytarır fabrika ayarlarına və insanlar başlayırlar bu şeylərin şükranlığını yaşamağa. Şükranlıq gerçəkdən bir səadət mexanizmidir. Və insanı şükranlığa qaytarmaq üçün məhrumiyyətdən istifadə edir Allah. Bu ölüm də bax belə bir təmizlənmə yaradır. O sualı verən insan, hansı ki bu müharibələrdə əziyyət çəkən, ölən uşaqlara, insanlara görə deyirlər ki, Allahı niyə bunları görmür və bunun ucunda xoşbəxtlik görməyən və dərhal depressiyaya düşən insanlar və bu dünyanın içində ədalət niyə axtarır? Zaten bu dünyada ədalət axtarmanın yeri yoxdur və mahiyyət də yoxdur. Bir dəqiq. Bu dünyada ədaləti axtaran adam axmaq adamdır. Bu dünyada ədaləti yaradan adam müdrik adamdır. Ədaləti axtarırlar. Nə axtarırsan? Bu hər kəsin bildiyi şey deyil ki, ədalətli ol. Bəli. İnsanlara deyir, etibar yoxdur. Deyirəm, sənə də. Sən etibarlı adam ol.
Qoy dünya səndən başlasın. Çox şeydir. Bu şikayətçilik yaramazlıqdan başqa bir şey deyil. Özünü aldadırdı sən. Dünyanın ən pis zamanlarında, ən pis cəmiyyətlərində heç vaxt müdrik adamlar şikayətçi olmurlar. Bəlkə kiçik bir epizodda şikayətnamə yaza bilərlər Füzuli kimi. Qalan hallarda isə özlərini padşah hesab edirlər. Özlərini çox zəngin hesab edirlər. Kiçik bir epizodda ağlı qaralanda şikayətçi ola bilər adam. Amma heç vaxt müdrikləri mən şikayətçi görmədim. Onlar ədaləti axtarmırlar, onlar ədaləti yaradırlar. Diogen insanı axtarırdı. Amma Məhəmməd Peyğəmbər insanı axtarmırdı. O onları yaradırdı. Öz ünsiyyətində, öz nəfəsi ilə dürüst insanlar yaratdı. Məsələn, səhabələrin özünə baxırsan, hər birisi az qala bir abidədir. İnsanlıq abidəsidir. O onları yetişdirdi. O da Diogen kimi çıxıb bazarda insan axtarıram deyə bilərdi. Məsələ bundadır. Ona görə ədalət axtarmaq yox, ədaləti yaratmaq lazımdır öz təmsilçiliyində. Ədalətin yer üzərində səfirliyi olginan, öz ömründə. Qoy ətraf çirkab dənizində batır batsın. Sən ada olmalısan. Adaya çevrilməlisən. O tip insanlar da məsəl üçün deyir, heç kimə etibar yoxdur deyən insanların bir qismi də deyir, heç kimə yaxşılıq yoxdur. Nə var, bir neçə səfər etdiyi yaxşılıq. Gözləyib nəsə bir cavabı gəlsin. Allahdan gözləməyib, adamdan gözləyib. Təntidib adamda. Problemimiz buradadır. Biz Allah rızasına edilən əməlin mahiyyətini sözbəüz anlaya bilmirik. Yəni, Allah rızasına doğru danışmaq, Allah rızasına ədalətli olmaq, Allah rızasına günahdan qaçmaq belə. Çünki Allahdan, yalnız insan nə olursa olsun Allahdan gözləməlidir. Etdiyi əməlin yaxşılığını da, mükafatını da, etdiyi günahın tövbəsinin qəbul olmasını da Allahdan gözləməlidir. Çünki insan nankor məxluqdur, naqis məxluqdur da. Yəni, insandan heç vaxt yaxşılıq gözləməyə ehtiyac yoxdur. Halbuki illərlə ona yaxşılıq eləyə bilərsə və ya illərlə yaxşılıq gözlədiyi insan sənə anidən pislik də edə bilər. Normaldır, insanlıq halıdır. Biz balaca adamların bütün işi adamlarda yanılmaq və sonra ömrünün böyük bir hissəsini şikayətdə keçirməkdən ibarət. Ay, filan kəs məni aldatdı. Ay, filan kəsdən mən bunu yedim. Məndə də olub, mən bunu bilirəm ona görə. Mən məsəl üçün bir adamdan küstüm, bir 7-8 il ağlımda qaldı o. Ki, niyə mənə qarşı o elə şeylədi? 7-8 ilə çıxdı mənim ağlımdan o. O qədər biz tutquluyuq. Gözləyirik adamlardan, bir şeylər gözləyirik. Bu naivliyi qurtarmaq lazımdır. İnsan yetişdikcə gözləmir, eləyir. Eləyir və xeyir əməl eləyən və peşman olan bir adam görmədim. Peşman olubsa, elədiyi xeyir də deyilmiş. Heç vaxt xeyir eləyən adam peşman olmur. Xeyrin özü böyük bir nemətdir. Bizim də insan ümumiyyətlə layiqincə təvəkkül eləməyə bacarmır da ya Allaha. Çünki ona biz nəyə görə soruşuram? İnsanların çoxu bu dönəmdə, yaşadığım dönəmdə çoxuna fikir verirəm, həqiqəti eşitmək istəmir. Və ya həqiqət anlayışını, doğru sözü ümumiyyətlə eşitmək istəmir. Hazır deyil də, acımayıbdır. Ona görə, bayaq dedim, hər kəsə mütləq mühazirə söyləmək lazım deyil. Məsələn, bizim YouTube formatımız da budur ki, insan istəyəcək baxacaq da, istəməyəcək söndür də. Baxma ki, məsələn, hər görürəm ki, hər videonun altında bir tənqid yazır. Deyirəm, sən bax, bəyənmirsən, niyə baxırsan? Vaxtın yoxdur. Mən məsələn, bəyənmədiyim adama daha sonra baxmıram. Bu normaldır da. Ona görə də insan yetişməyibsə həqiqətə, ona həqiqət deməyin vaxtı deyil. Uşaq acmayıbsa, ona yemək vermirlər. Susamamısansa, sənə su verirlərsə, səni boğmaq istəyirlər o suda. Səndə hirs yaranacaq o adama qarşı. Adam susamayıbsa, sən də ona su vermək istəyirsən. Nə deməkdir ki bu? Gözdə susasın. Ona görə Allah, məsələn, səbirlə gözləyir.
bizi öz yolları ilə aparır. Quranda deyir ki, onu buraxın mənə. Onun hələ zamanı çatmayıbdır. Ola bilər heç çatmasın. O onun problemidir. Amma dində zor yoxdur. Biz zorla ona hikmət verəmərik. Zəhləsi gedər hikmətdən sonra. Bəzi insanlar sadəcə olaraq fərzlə rahatlığı, məsələn, səhv salır. Məsələn, zor, məsələn, dinimizdə yoxdur. Amma bəzi hallar var ki, məsələn, fərz olan Allahın, məsələn, müsəlmanamsa, mənə fərzdirsə, məsələn, namaz qılmağım, oruç tutmağıma görə xəstə deyiləmsə və ya maddi və fiziki imkanım varsa, məsələn, zəhərətən gəlib gəlmək İslamın şərtləridir. Amma bu müsəlman üçün fərzdir. Amma bir var ki, məsələn, vacib olmayan, məcburiyyət olmayan yaxşı əməllər etmək, məsələn, gizlin sədəqə vermək. İnsan var ki, ibadət edir, amma evdə atası ilə anasına elə danışır ki, elə bir bu ancaq az qala qamçılıya da, yəni belə bir şey. Vallahi, yəni eşitmişəm, yəni ortaq tanışdığımız olub. İnsan çöldə ibadət əhlidir. Yəni hamı bunu gözəl insan kimi tanıyır, amma valideynlərini döyən bir insan olur. Xeyr əməl, ibadət ancaq xeyr əmələ söykənirsə sağlam bitir ibadət ağacı. Xeyirxah ürəkdən uzaqlaşan ibadət adamı yaxşı yerə aparmır. Adamlar həmişə zahiri şeyi qabardarlar. İbadətin ruhu, ürəyi xeyirxahlıqdır, mərhəmətdir, bağışlamaqdır. Ona görə paralelində sənin humanizmin yüksəlmirsə, sən yanlış yolla gedirsən. Mən maksimum çalışan, baxın, bir insanla dostluq eləyərkən, yoldaşlıq edərkən, onun valideynlərinə və ailəsinə necə münasibət göstərir, ona baxın. Əgər o valideynlərinə qarşı diqqətlisə və mehribansa, ailəsinə qarşı ədalətli və mərhəmətli, bir deməli və etibarlı insanı gözəl. Bəli. Tamamilə razıyam. Bir insan ki, əgər iş yoldaşına gözəl rəftar edib, həyat yoldaşının üstünə qışqırırsa, valideyninlə kobuddursa, o insana heç vaxt mən etibar eləmirəm. Mən təəssüf edirəm nəyə görə? Çünki sahabələr, bir nəfər sahabənin anası dünyasını dəyişir, günlərlə oturub ağlayır. Ona deyirlər ki, artıq ölüm haqdır da, hamı öləcək, niyə ağlayırsan? Deyir, mən ölümə görə, öldüyünə görə ağlamıram. Cənnət qapımın biri bağlandığı üçün ağlayıram. Valideynlər cənnət qapımına gedən bir qapılardır. Mənə anam indi sağdır, hər dəfə mən anamla maksimum dərəcədə çalışıram ki, yəni ən azından onun duasını alım. Yəni, çünki valideyn, Allahın rızası valideynin rızasıdır. Valideyn qəzəblənərsə deməli Allah da ona qəzəblidir. Niyə biz indiki, daha doğrusu Z generation deyilən insanlar, uşaqlar niyə belə qəddar, əksəriyyətinə aid deyil, bir çoxuna aiddir. Niyə belə qəddar böyür? Gəldik elə bir fəlsəfənin içinə çıxdıq. Min illər ki, şərqin dəyərlərini tənqid eləməyə başladıq. Keçmişdə hər şey pis olubdur, indi hər şey yaxşıdır. Elm yaxşıdır, din pis olubdur və bütün bu dəyərləri özümüzdən çox uzaqlaşdırdıq. Amma eyni zamanda buna da bir legitimlik qazandırmaq üçün uşaqlara başladıq çox qayğı göstərməyə. Uşaqlar hiss elədilər bunu. Uşaq olmasın, bir köpək belə hiss eləsə ki, evdə nəfsli varlıq, yəni hər kəs onun nazı ilə oynayır, tirana dönəcək. Uşaq da elə tiran oldu evdə, monstr oldu. Doğmayaydınız, dünyaya gətirməyəydiniz, məni istədiyim səviyyədə yaşada bilməyəcəydinizsə, diktatora dönür uşaq. Müəyyən yaşdan sonra, məsələn, keçmişdə uşaqla nökərlə davranan kimi davranardılar. Onun ruhu üçün çox gözəl idi. Xidmət eləsin, böyüklərə xidmət eləsin, egosunu əritsin, sağlam böyüsün, doğrunu bilsin ki, ana, ata əsasdır. İndi uşaq elə bilir ki, ailədə ən əsas olan odur. Necə pozulmasın bəs bu? Biz onlara aşıladıq bunu. Uşaqlar həyatımızın əsasıdır. Bunu harda din deyir ki, İbrahim Peyğəmbər apar uşağı qurban kəskinən.
O da ki aparır övladını qurban kəsməyə. Yəni evladdan daha önəmli olan həqiqətdir. Biz isə evladımızı həqiqət yerinə qoyduq, pozulmalıydı. İndi hətta məsələn sevgi münasibətlərində qadını həqiqət yerinə qoyurlar. Qadın özünü balaca tanrı kimi aparır. Hər şey mənim üçün olmalıdır. Ərimin bütün həyatı, fəaliyyəti, qazancı, hamısı məni məmnun eləmək üçün olmalıdır. Bax, onda mən ona deyərəm ki, o yaxşı ərdir. Yaxşı ər həyatını, sağlamlığını, zəhmətini, hamısını Allaha xidmət üçün sərgiləyir. Sən də onun içində balaca bir yer tuta bilərsən. Amma sən əsas deyilsən. İndi gənclər deyir, yox, o məni həyatının mənbəyi saymalıdır. Qadını, hansısa bir qadını həyatının bir nömrəli hədəfi sayırsa o kişi, 2-3 ildən sonra o qadına xəyanət edəcək. Başqa bir büt tapacaq özünə. Dürüst adam deyil. Deməyim odur ki, biz uşaqlarımıza dürüstlük öyrətməliydik. Biz həyat yoldaşlarımıza, ailəmizdə dürüstlüklə böyüməliydik, dürüstlük aşılamalıydıq. Yalnız dürüst insanlar etibarlı olurlar, sadiq olurlar, həqiqətə münasibətdə dürüst olanlar. Yalnız onlarla uzun müddət yol getmək olur. Amma biz elə elədik ki, ya uşağı Allah yerinə qoyduq haşa, ya həyat yoldaşımızı həyat hədəfini itir. Mənə belə bir son sualım var. İslam alimlərindən biri deyir ki, əgər bir insan dünya elmlərində alim olarsa, əgər Allahı tanımarsa, o ən cahil insandır. Əgər bir çoban yazıb oxumağı bilmədiyi halda Allahı tanıyarsa, o alim insandır. Yəni hansısa elmlər namizəd olmaq, dosent olmaq insanı xüsusiləşdirmir də. Yəni bu da başladı sualın mövzunun əvvəlinə gedir təkəbbürə. İnsan təkəbbürdən necə çıxmalıdır? Bunu zaten bilirik təkəbbürlüdür və dərk edib necə çıxmalıdır? Egoizmdən. Başlasın xidmət eləməyə. İnsanlara. Xidmət adamın təkəbbürünü əridir. Çox xidmət eləsin. Özünü azaltmağa çalışsın. Özünü vurğulamaq yerinə. Qədim rüsvayçılığa zada da yollayırdılar qədim ustadlar. Məsələn, bəzilərini dilənməyə göndərirdilər. İndi də belə adət kimi var, şey eləmişdim deyir, niyyət eləmişdim, filan şey olsa gedib 7 qapıdan dilənəcəm. Bax, bu onların əks-sədasıdır mənim düşüncəmcə. Çünki ustadlar əvvəllər bəzi tələbələrinə, qürurlu tələbələrinə deyirdi ki, get dilənginlə icma üçün iyanə topla. Qapı-qapı döyürsən, qüruru salırsan aşağı. İnanın ki, o adamlar bir-iki gündən sonra elə bir rahatlıq istəyir. Elə bir ki, yük düşür bellərindən. Böyük bir yük düşür bellərindən ki, bu dağı mən nətər daşıyırdım bu çiynimdə. Təkəbbür ağır bir yükdür. Ətraf adamlar üçün də ağırdır təkəbbürlü adamı yola vermək. O adamın özü üçün 2 qat böyük ağırlıqdır. Ona görə ustadlar deyirdilər ki, get belə elə. Və ya məsəl üçün bir bəy oğluna deyirdilər ki, getginən alma sat bazarda. Alçalt özü. Onlar xidməti birinci valideynlərindən başlasın. Çox sağ olun dəvətimi qəbul etdiyinizə görə. Minnətdarımsa, vaxt darlığına görə tamamlamalı olacaq söhbətimizi. Amma yenə də təşəkkür edirəm sizə. Sağ olun, uğurlar arzu edirəm sizin podkastınıza. Allah sizdən razı olsun.